Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izləyicilərimiz. 22 saylı orta məktəbin tam yaxınlığında mərkəzi kanalizasiya sistemi olan şəxsi tikili 3 otaqlı həyət evimiz satışa çıxıb. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Bütün məlumatları videomuzun daxilində qeyd olunur. Evin qiymətini də əvvəlcədən qeyd edirəm. Cəmi 59.000 manat deyilir. Real alıcılara qiymətli indirim ev sahibi tərəfindən olunacaq inşallah. Evin yerləşmə yerini bir daha qeyd edirəm. Ramana Gülçülük qəsəbəsidir. 22 saylı evdən baxırsınız, məktəb görsənir. 22 saylı məktəbin tam yaxınlığında 2 sot yarım torpaq sahəsində yerdən 5 daş kürsüdə tikilib. Mərkəzi kanalizasiya sistemi var. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının da hər biri var. Həyətimiz tamit daşlarından döşənilib. Əlavə boş torpaq sahəsi də saxlanılır. Və buradan evin arxa tərəfində kiçik bir torpaq sahəsi var ki, sonda yataq otağından da oranı çəkib göstərəcəm. Evin həyətində istəsəniz, həyət üçün sanitar qovşaq və yaxud kladovka düzəldə bilərsiniz. Dəhliz sistemlidir, 3 otaqlıdır. Dəhlizi, mətbəxi tamamilə istipoldan ibarətdir. Evimiz dairəvi qoşadaşla tikilib, otaqlarda isə kombi xətti çəkilib. Və onu da qeyd edim ki, dəyərli izləyicilər, ev tamamilə şəxsi tikilidir. Sadəcə sonradan təmir olunub satışa çıxıb. Bura evimizin yataq otağıdır. 166 sayılı marşrut xətti evin tam yaxınlığından keçir. Bura növbəti bir yataq otağı. Qiyməti cəmi 59.000 manat, sənədi, bələdiyyə sənədi. Real alıcılarımıza da qiymətli indirim evin sahibi tərəfindən olunacaq. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın.